Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mümin bacı ve kardeşlerimizi salamlayıram. Bugün Kur'an ilimleri mevzusu barəsində yeni bir mevzu ile ilk derslerimizde sohbet ettiğimiz mevzulardan biri olan Kur'an'ın nazil olması barəsində söhbət edəcəyik. İlk öncə nazil olma, nüzul, bu kəlmələrin, bu sözlərin mənasını sizin nəzərinizə çatdıracağam və ondan sonra bir sıra önəmli məsələlərin haqqında söhbət edəcəyik. Görək bu Kur'an necə nazil olub, hansı zamanda nazil olub, hansı tarixdə nazil olub, bu barədə necə fikirlər var, müfəssirlərimiz, tarixçilərimiz, Kur'an alimlərimiz bu barədə nələr söyləyir, ümumiyyətlə Kur'anın nazil olması nə deməkdir, Kur'an neçə dəfəyə nazil olub, bu barədə söhbət edəcəyik. İlk öncə nuzul kəlməsi haqqında söhbət edirik. Nuzul nəyə deyilir? Nuzul Ərəb dilində bir şeyin yuxarıdan aşağı enməsinə deyilir. Ümumiyyətlə hər bir şey yuxarıdan aşağı enirsə ona nuzul deyilir. Bu nazil olma, aşağıya enmə bir neçə mənada istifadə olunur. Bəzən məkan baxımından nazil olma, enmə məsələsi baş verir. Bu nə deməkdir? Bir əşyanı yuxarıdan aşağıya atırıq. Yağış yuxarıdan aşağıya yağır. Bunlar məkan baxımından nazil olma sayılır. Yəni bir məkandan digər bir məkana. Nazil olmanın digər mənası isə məqam baxımındandır. Bir yüksək vəzifəli şəxsi, müdürü öz vəzifəsindən, yəni öz məqamından aşağı indirmək, sadə bir vəzifə vermək, millət vəkilini vəzifəsindən, məqamından azad edib, məktəb müdürü qoymaq. Bunlar da məqam, vəzifə baxımından nazil olmaq, enmək mənasına işarə edir. Digər bir nazil olma varımızdır. Bu, mənəvi baxımdan nazil olma sayılır. Bu lüğətin açıqlamasında bəyan olunan mənəvi baxımından nazil olmaq, Kur'an-ı Kərimin nazil olması ilə tamamilə uyğun gəlir. Kur'an məna baxımından o qədər əhəmiyyətə, o qədər yüksək mənaya, o qədər mənəviyyətə malik idi ki, Allah Teala onu mənəvi baxımından nazil etdi, aşağı saldı, biz insanlar onu dərk edək. Və biz onu dərk etmək üçün Allah Teala bu Kur'an'ı bizim üçün nazil etdi. Və bu Kur'an bir məkandan digər məkana, bir yüksək məqamdan digər aşağı məqama vəzifə etmək deyil. Bu sadəcə olaraq özünün yüksək məqamından, mənəvi məqamından aşağı etməyə deyilir. Və bunları bildikdən sonra yeni mövzular qarşımıza çıxır və bu mövzuları dəyərləndirmək və bunun barəsində söhbət etmək lazım gəlir. Kur'an-ı Kərim Allah Teala tərəfindən nazil olub. Bu barədə söhbətimizi davam etdiririk. Kur'an-ı Kərim Allah Teala tərəfindən necə nazil olub? Hansı ayda nazil olub? Bunun nazil olması hansı şəkildə olub? Bu barədə təfsirçilərimiz müəyyən tarixlər söyləmişlər. İlk öncə Ramazan ayı ilə bağlı olan tarixləri nəzərinizə çatdırıram. Ramazan ayının 17-si, 18-i və 24-ü
Kur'an'ın nazil olması söylenilmiştir. Ümumiyyətlə Qur'anda bir çox ayələrimiz işarə edir ki, Qur'an-ı Kərim Ramazan ayında nazil olmuşdur. Bəqərə surəsi 185-ci ayədə Allah Teala belə buyurur: Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an hudəl linnəsi və bəyyinətin minəl hudə vəl-furqan. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran, haqqı batildən ayıran Qur'an Ramazan ayında nazil edilmiştir. Bu, Qur'anın Ramazan ayında nazil olması üçün bir şahiddir. Və bildiyimiz kimi, Qur'anın Ramazan ayında və Qədir gecələrində nazil olması da vurğulanır. Buna da bizim Qur'anla digər bir şahidimiz vardır. Və Qədir surəsi 1-ci ayəni sizin nəzərinizə çatdırırıq. İnna ənzəlnahu fi leylətil qədr. Həqiqətən biz onu, yəni Qur'anı Qədir gecəsi Lövh-i Məhfuzdan dünya səmasına nazil etdik. Burada da Ramazan ayında baş verən Qədir gecəsində Qur'anın nazil olması vurğulanmışdır. Bildiyimiz kimi Qədir gecələri müxtəlif tarixlərdə söylənilmişdir. 17-si, 19-u, 21, 23, 25, 27, 29. Ümumiyyətlə Ramazan ayının son 10 günlüyündə tək günlərin axşamında bu Qədir gecəsi sayılır və Qur'anın da nazil olması bu gecəyə təsadüf edir. Qur'anın nazil olması barəsində digər tarixlərimizdə mövcuddur. Digər alimlər, digər müfəssirlər, bu söylədiyimiz fikirlər Sünni Şiə alimləri ilə müştərək olan nəzərlərdir. Bir yerə toplanılır, sizin nəzərinizə çatdırılır. Rəbiül-Əvvəl ayının 3, 8 və 13-si bu barədə də söylənilmişdir. Digər bir təqvimdə isə Rəcəb ayının 27-si, bu məsələ üzərində xüsusi söhbətimiz olacaq. Digər bir tarixdə isə Şaban ayının ortaları Qur'anın nazil olma tarixi kimi qeyd edilmişdir. Lakin Əhl-i Beyt məzhəbinə əsasən, Şiə təriqətinə əsasən, İslam Peyğəmbəri Ramazan ayının, Rəcəb ayının 27-sində Peyğəmbərliyə çatmışdır. Bu tarix üçün Əhl-i Beyt imamlarından 2 hədisi sizin nəzərinizə çatdırıram və bu hədisdə imamlarımız aydın şəkildə bizə çatdırır ki, Qur'an-ı Kərim Rəcəb ayının 27-sində Peyğəmbərə nazil olmuş və Peyğəmbər 27-si Rəcəbdə Peyğəmbərliyə seçilmişdir. İlk hədis İmam Sadiqdən, İmam Sadiq əleyhissalamdandır. İmam Sadiq bu barədə buyurur: Ramazan ayının 27-ci günündə oruç tutmağı unutma. Çünki o gün Həzrəti Muhammədə Peyğəmbərlik nazil olmuşdur. O gün oruç tutmağın sizin üçün olan savabı 60 ayın orucu ilə bərabərdir. Bu hədisin ünvanı Furu-u Kafi Şeyx Kuleyni 4-cü cild 149-cu səhifə 1-ci hədis. Digər bir hədisimiz İmam Kazım əleyhissalamdandır. İmam Kazım əleyhissalam başqa bir rəvayətdə belə buyurur: Allah Teala aləmlərə rəhmət olan Həzrəti Muhammədi Rəcəb ayının 27-si Peyğəmbərliyə seçdi. Hər kəs bu gün oruç tutsa, Allah 60 ayın orucunun savabını onun üçün yazar. Bu hədisimizin də ünvanı Vəsail-i Şiyə 7-ci cild 330-cu səhifə. Gördüyünüz kimi Qur'anın nazil olması üçün müxtəlif fikirlər irəli sürüldü. Bir sıra Ramazan ayını söylədi, onun üçün Qur'andan şahid gətirdi. Digər bir qrup Rəbiül-Əvvəl ayında bir neçə günü
tarixi Qur'anın nazil olması kimi vurğuladı. Digər bir tarixdə, digər bir müfəssirlərin nəzərində Şaban ayının ortalarında Qur'anın nazil olması açıqlandı. Digər bir təqvimdə isə Rəcəb ayının 27-si xüsusilə vurğulandı. Bu rəqəm Şiə məzhəbinin, Şiə təriqətinin yekdil qərarıdır və onun üçün də sizin nəzərinizə Əhl-i Beyt imamlarından 2 hədisi çatdırdıq. Burada mühüm bir sualla qarşılaşırıq. Tarix, Qur'anın məzmunu, ayələrin nazil olma səbəbi baxımından, həmçinin Allah Rəsulunun həyat tarixçəsindən bizə məlum olur ki, Qur'an-ı Kərim 23 il ərzində tədricən nazil olub. Lakin biz yuxarıdakı söhbətimizdə Qur'anın Ramazan ayının Qədir gecəsində nazil olması qeyd olunur. Qur'anın Ramazan ayında nazil olması, bu Qur'anın bir dəfə nazil olması deməkdir. Bəs digər bir hədisdə, tarixdə bizim açıqlamalardan belə məlum olur ki, Qur'an 23 il ərzində nazil olur. Bu Qur'anın bir dəfəyə nazil olması və yaxud 23 il ərzində tədricən nazil olması bir-biri ilə ziddiyyət təşkil etmirmi? Biz bu barədə geniş söhbət edəcəyik. Gələn dərslərimizdə bu sualı cavablandıracağım. Geniş izaha ehtiyacı olduğu üçün bu sualın cavabını